Səmaviyyata minnətdarıq bu saata görə. Dərsimizə xeyir dua ver, dinləyicilərimizə, tələbələrimizə xeyir dua ver. Sənin müqəddəs adından dua edirik. Amin. Dostlar, bugün 7-ci dərsimizdir və gələn həftə istirahət həftəmizdir. Semestrimizdə fasilə olacaq və möhtəşəm bayram var. Qabaqda 8 noyabr. Bu həftə 7-ci dərsimiz, gələn həftə dincəlirik, sonra da davam edəcəyik. Oldu. Və bugün bu dərsdə biz Efeslərə 6:17 davam edirik o bənddə. İkinci hissəsinə baxacağıq. Keçən səfər xilas dəbilqəsi haqda danışdıq. Bugün ruhun qılıncı haqda danışacağıq. Çox maraqlıdır. Və gəlin bəndə baxaq. Bənd nə deyir? Efeslərə 6:17 xilas dəbilqəsini və ruhun qılıncını, yəni Tanrının kəlamını götürün. Əla. Beləliklə, dostlar, Tanrı bizə zireh verib ki, bizi qorusun. Biz qorunaq. Ancaq maraqlıdır ki, burada bir silah çıxır ki, ruhun qılıncı. Bu yeganə bir silahdır ki, hücum silahıdır. Oldu. Dəbilqə müdafiə üçündür. Sinəmizə taxılan salihlik zirehi oldu. Sonra imanımızın qalxanı. Bunlar hamısı müdafiədir. Və budur, burada ruhun qılıncı bu ilk və yeganə hücum silahıdır və bu haqda danışacağıq. Çox maraqlıdır. İlk demək lazımdır ki, çox gözəl iki söz var burada. Həm ruhun, həm də qılıncı. Bunlar bir-birindən ayrılmazdır. Bunu qeyd edin. Ruhun qılıncı bir standartdır ki, müqəddəs ruh düşmənə qarşı qaldırır. Olduğu ki, necə Yeşaya 59:19 deyilir ki, çünki düşmən azğın bir çay kimi gələndə Rəbbin nəfəsi onu qovacaq. Rəbbin nəfəsi müqəddəs ruhdur. Necə qovacaq? Qılıncı qaldıraraq. Qılınc da bayaq oxuduğumuz kimi 17-ci bənddə, yəni Tanrının kəlamı. Oldu. Bu standart yüksəlir, qarşı çıxır və düşməni qovur. Əlbəttə ki, qılınc, ruhun qılıncı bu Tanrının sözüdür və Tanrının sözü, yəni təlimi, Bibliyanın təlimi və biz bunu öyrənməliyik, bilməliyik, qavramalıyıq. Hələ bil ki, bu söz yaşamalıdır bizdə. Biz onun haqqında düşünməliyik. Yaşamalıyıq bu sözlə. Tanrının istəyi budur və hər gün praktiki istifadə etməliyik. Əlbəttə ki, 2 Timoteyə 2:15 düşür yadıma. Biz Tanrının sözünü mahircəsinə istifadə etməyi bacarmalıyıq. Bilirsiniz, qabaq bizim Azərbaycanda qılınc oynatma var idi. İndi də var, amma qabaq çox məşhur idi. Bayramlarda bunu göstərərdilər və bunu ilə öyünərdilər. İgidlər ki, gör necə qılınc oynadıram. Mahircəsinə və onun xüsusi formaları vardı. İndi də var, az miqdarda və hərdən bayramlarda bəlkə göstərirlər. Ancaq çox maraqlıdır ki, İsa Məsihə imanlı, bax, Tanrının sözünü istifadə etməkdə də mahir olmalıdır. Necə ki, qılınc oynatmaq kimi. 2 Timoteyə 2:15 orada deyilir ki, özünü Tanrıya həqiqət kəlamını doğruluqla işlədən, alnı açıq bir işçi kimi təqdim etməyə çalış. Olduğu çox maraqlıdır. Özünü hazır et, hazır ol ki, bu həqiqət kəlamını doğruluqda işlədə biləsən. Və İbranilərə 4:12 yada salaq. Orada deyilir ki, Tanrının kəlamı canlı və təsirlidir və qulaq asın. Hər iki ağızlı qılıncdan da itidir. Oldu. Canla ruhu, oynaqlardan iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırt edir. Amin, dostlar. Bax, bir imanlı kimi, İsa Məsihə imanlı kimi biz həmən bu iki ağızlı qılıncın dəyərini bilməliyik və tanımalıyıq öz həyatımızda. Bunu qeyd edin. Müqəddəs ruh heç vaxt Tanrının sözündən ayrılmamalıdır.
müqəddəs ruh heç vaxt qılıncdan ayrılmamalıdır. Və qılınc da Tanrının sözü heç vaxt müqəddəs ruhdan ayrılmamalıdır. Bunlar ikisi bir yerdə gedir oldu. Tanrının niyyəti o idi ki, bunların ikisini də bizə bir yerdə versin. O zaman ki, imanlı bilir ki, Tanrının sözündən necə istifadə etmək lazımdır bu qılıncdan və bilir ki, necə idarə olunur müqəddəs ruhla, onda o çox bir effektiv bir xristiyan olur. Tanrının effektiv xidmətçisi olur. Tanrının effektiv padşahlığında effektiv bir alət olur. Vəhiy kitabı 1.16. Orada çox maraqlı söz var. Deyilir ki, İsa Məsihin ağzından iki ağızlı iti bir qılınc çıxırdı. Tanrı istəyir ki, onun xalqı Tanrının sözü ilə yaşasın, hər bir sözü ilə və müqəddəs ruhun qüdrətində. Oldu, bax, burada istəyirəm bunu qeyd edəsiniz. Bunlar bir-birindən ayrılmazdır. Bu bir qüdrətdir. Bu qüdrət bölünməzdir, ayrılmazdır. Eşidirsiniz? Müqəddəs söz və müqəddəs ruh. Bu, Tanrının bizə verdiyi təminatdır. Və deyilir ki, iki ağızlı qılınc və maraqlıdır bu ki, qılıncın iki tərəfi də kəsir oldu. Belə qılınclar var ki, bir tərəflidir. Bıçaqlar da görmürsünüz, bir tərəflidir. Amma bu elədir ki, iki ağızlıdır və bu nəyi göstərir? Həm müqəddəs ruhu göstərir, həm də Tanrının sözünü göstərir ki, bunlar bir yerdə işləyir, iki ağızlı oldu. Yəhyə 6.63 yadımıza düşür. Deyilir ki, həyat verən ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər, baxın, sizə söylədiyim sözlər ruh və həyat gətirir. Bax, Tanrının istədiyi budur. Söz və ruh. Ruh, həyat. Ruh, söz. Ona görə də ruhun qılıncı. Və ən unikal bir şey ki, baş verə bilər imanlıya, odur ki, o başa düşsün ki, həmən bu ruhani qılıncı necə istifadə edir. Oldu. Sadəcə qılıncı götürmürəm və sadəcə ruhu götürmürəm. Ancaq ruhun qılıncını götürürəm, görürsünüz. Və məsələn, belə bir şəhadətlər olub, görmüşük həyatda ki, insanlar hərdən ittiham hiss edir Bibliya vəzindən sonra. Bilirsiniz niyə? Çünki ancaq qılıncı götürürlər. Və elə də insanlar var ki, həqiqəti eşidib onu tətbiq etmək istəmirlər öz həyatlarında. Ancaq yenə də istəyirlər ki, ruhani hiss eləsinlər ənamlar vasitəsilə və bunlar da ancaq ruhu götürür. Oldu, qılıncı götürmür, həqiqəti istəmirlər. Ancaq yenə də, necə ki bu bənddə ruhun qılıncı yazılır, Bibliya başa salır ki, bu ikisi heç vaxt bir-birindən ayrılmamalıdır. Biz götürməliyik ruhun qılıncını. Əgər imanlı qəbul edir qılıncı ruhla, qılıncı da, ruhu da, onda Bibliya deyir ki, canı ruhdan ayırır və ürəkdə olan problemləri, məsələləri həll edir və qəlbimizə xidmət edir. Oldu. Yəni, əgər mən sözü qəbul etmək istəmirəmsə, vəzirdən sözü, ancaq ruhu istəyirəmsə, onda effektiv ola bilmirəm. Hələ bil ki, bilirsiniz, o toplantılar olur, ənam vaxtında ki, hamı səslərdə danışmaq olur və yaxud müəyyən bir ekstaz olur, hisslər olur. Ancaq heç nə baş vermir. Hələ bil ki, o müvəqqəti oldu, keçdi. Nə dəyişiklik baş verir? Oldu. Əgər mən qılıncı götürmürəmsə, ruh heç nə etməyəcək qılıncsız. Bunlar bir yerdə olmalıdır. Və başqa cürdə olmamalıdır ki, mən sözü götürürəm, amma ruha məhəl qoymuram. Məsələn, həyatımızda insanları görmüşük ki, Bibliyanı tez-tez sitat edirlər. Amma çox maraqlıdır ki, söz onların özünü heç vaxt dəyişmir. Bir quru məlumat kimi, çünki həyat yoxdur. Çünki icazə vermirlər ki, müqəddəs ruh götürsün qılıncı. Yalnız ruhun qılıncı insanın həyatına fərq gətirə bilər. Amin. Başa düşürsünüz? Ruhsuz bu dönür olur bir bilik ki, bilik qürurlanır
və əslində qalsa çoxlarına xərar gətirə bilər. Bizim köhnə günahlı təbiətimiz xoşlayır o qılıncı əlinə götürsün və nəticədə birisi də nə olur? İnsanları incidir. Sonra Biblia deyir ki, hərf öldürür, əgər ruhdan kənardadırsa. Yəni, ruh və qılınc bir yerdə olmalıdır. Onda bu, Tanrının həllini təqdim edir. Tanrının təminatını təqdim edir. Tanrının qüdrətini təmin edir. Budur. Çox adamlar var ki, ancaq bir ağızdan istifadə edir. Qılıncın bir ağzını. Budur. Və bu effektiv deyil. İki ağız olmasa, onda imanlı subyektiv ola bilər. Ya qürurlu ola bilər. Öz ruhani düşüncəsində, qiymətləndirməsində, Tanrı haqda danışanda çox subyektiv. Baxın, əgər söz olmasa, obyektivlik yoxdur. Ruh olmasa, subyektivlik var. Bilirsiniz, biz o vaxt böyüyürük və inkişaf edirik ki, biz həmən bu iki ağızlı qılıncın, ruhun qılıncının qüdrəti altındayıq. Və bax, ruh götürür o qılıncı və bu bizim həyatımıza fərq getirir. Və bilirsiniz, onun üçün də diqqətliyik. Məsələn, kiməsə əgər təsəlli lazımdırsa, biz ona təsəlli verə bilmərik sadəcə onun üzərinə vəz etməklə və yaxud bildiyim bəndləri müqəddəs yazıdan atıram onun üstünə. Elə deyil. Ruh lazımdır. Onun üçün də Tanrı müqəddəs ruhu göndərir və deyir ki, mən sizə təsəlli verəni göndərəcəm. Yəhya 14, 16, 26-cı bənd, Yəhya 15, 26 odur. Bunu müqəddəs ruh edir. Bu həmən müqəddəs ruhdur ki, bizi həqiqətdə öyrədəcək, istiqamətləndirəcək. Və o da həmçində təsəlli verəndir. O gəlir yanımıza və hazırdır ki, bizi qaldırsın, ruhlandırsın, təsəlli versin. Düşmüşüksə, bərpa üçün qaldırsın, ruhlandırsın və bu onu edir həqiqətin sözü ilə, olduğu qılıncdan. Ona görə də bunlar heç vaxt ayrılmazdır. Ona görə deyirlər ki, ağlayanlarla ağlayırıq, gülən, sevənlərlə sevinirik. Başa düşürük, bu ruhda mümkündür. Və müqəddəs ruh götürür qılıncı və bu o deməkdir ki, Tanrı mənim qəlbimə xidmət edə bilir. Mənim insan ruhum vasitəsilə. Bu heyrətamizdir, dostlar. Və baxın, cəmi iki sözdür, amma nə qədər orada var. Ruhun qılıncını götürün. Niyə götürməliyik ruhun qılıncını? Birincisi, düşmənin bizə hücumunu qarşılayaq və bayaq dediyim kimi Tanrının nəfəsi onu qovacaq, həqiqət standartı onu saxlayacaq, aydınlıq gətirəcək, mənzərəni təmizləyəcək və ruh qılıncı götürəndə ən vacib bunu qeyd edin. Bu bizi Tanrı şuurluq üçün açır. Müqəddəs ruh qılıncı götürəndə biz hələ bil ki, Tanrı şuurluq oluruq. Tanrının təsəllisini qəbul etməyə hazırıq. Tanrıdan gələn əqidəni qəbul edirik. Tanrının təsəllisini qəbul edirik. Bu deməkdir ki, bizdə daxildə açılırıq Tanrının müdrikliyinə, Tanrının istiqamətinə. Tanrının qurtuluşunu görürük öz həyatımızda. İndi İsa Məsih deyəndə ki, mənəm yol, həyat və həqiqət, bu deməkdir ki, Tanrının yolu, həqiqəti və həyatı indi mənim həyatımda işləyə bilir. Yol açıldı. Bax, bu çox maraqlıdır. Ruhun qılıncını götür. Bilirsiniz, çox adamlar istəyir Tanrının dalıcan getsin. Ancaq Tanrının həyatının dalıcan getmirlər. Baxın, Tanrının sözü var, bu bir məlumat kimidir. Və çox insanlar Tanrının sözün dalıcan gedir. Amma həyatın dalıcan gedə bilmir. Onlar Tanrının, elə bil ki, qılıncın dalıcan gedirlər, ancaq Tanrının yolu ilə deyil. Çünki həyatları, yaşamı bir ağızlı qılıncdır. İki ağız yoxdur orada. Amma Tanrının həqiqəti iki ağızlı qılıncdadır. Ruhda lazımdır. Söz də lazımdır bir yerdə.
ki bizim üçün çalışsın və çox maraqlıdır. O çalışır həm bizim müdafiəmiz kimi, həm də hücum kimi. Necə ki, dərsin əvvəlində dedik, çox maraqlıdır. Bütün bu zirehin arasında ki, o qədər müdafiə zirehi verib. Bir dənə hücuma keçən silah verilib. Bu da ruhun qılıncıdır. Oldu və ruhun qılıncı həmişə məhəbbətlə motivləndirilir. Həmişə lütfü nümayiş edir. Oldu. Ruhun qılıncı onun üçündür ki, qarşımıza sülh gəlsin və salihlik bəhrəsi olsun həyatımızda. Əgər biz icazə versək ruha, sözə və ruha ki, bizim həyatımızda dərin işləsin, onda bax, biz tədricən daha və daha çox onun, Tanrının oğlunun surətinə dəyişirik. Oldu. Və bu o deməkdir ki, biz öz həyatımızda İsa Məsihi daha çox nümayiş edəcəyik, nəinki özümüzü. Oldu. Və bunun üçün də həmən bu Efeslərə 6:17 ruhlandırır imanları ki, ruhun qılıncını götürün. Amin. Dostlar, bax, hələlik bu qədər. Bir də oxuyun konspektlərinizi, düşünün. Bu çox gözəl bir parçadır. O heyrətamiz təminatdır ki, Tanrı bizə verib. Həm onun müqəddəs sözü, həm də onun müqəddəs ruhu. Gəlin dua edək və bitirək. Rəbbimizə minnətdarıq. Bu dərsə görə, bu fikirlərə görə xeyir dua ver, sən müqəddəs adından dua edirik.